Hər il Respublikanın bütün ali məktəblərində bax bu müsabiqə festivalı keçiririk. Təbii ki, hər bir müsabiqə festivalda olduğu kimi mötəbər bir münsiflər heyəti tələbələrimizin yaradıcılığına, istedadına qiymət verir və artıq neçə illərdir ki, biz Naxçıvana da qonaq gəlirik. Naxçıvan Dövlət Universitetinin ən istedadlı tələbələrini seçirik və Heydər Əliyevin doğum günündən ərəfəsində Heydər Əliyev adına sarayda qaliblərin konsertinə dəvət edirik. Hər dəfə biz bu yaradıcılıq kollektivlərində, xüsusən Naxçıvan Dövlət Universitetinin yaradıcı kollektivində irəliləyiş görürük, tərəqqi görürük. Bizə elə gəlir ki, keçən il gördüyümüz uşaqları bu dəfə yenidən onlarla görüşəcəyik. Amma xeyr, təzə-təzə istedadlar meydana çıxır. Və doğrudan da Naxçıvan Dövlət Universiteti Respublikada analoq olmayan universitetdir. Yəni, əsl universitet adını doğrulan bir təhsil ocağıdır. Çünki bilirsiniz ki, Azərbaycanda bir çox universitetlərin ancaq bir istiqamətdə, profili bir istiqamətdədir. Yəni, universitet adlansa belə bir profil üzrə fəaliyyət göstərirlər. Amma bir daha təkrar edirəm ki, Naxçıvan Dövlət Universiteti əsl öz adını doğrulan bir təhsil müəssisəsidir. Burada bilirsiniz ki, incəsənət, tibb fakültəsi və təbii ki, müxtəlif ixtisaslar üzrə fakültələr fəaliyyət göstərir. Çoxlu xaricdən gələn tələbələr burada, bir növ beynəlmiləl universitetdir. Və hər gün nəinki yaradıcı kollektivlərin fəaliyyətində, ümumiyyətlə universitetin fəaliyyətində biz irəliləyiş görürük. Və bu da elə belə deyil, təsadüfən deyil. Çünki universitetin taleyi əmin əllərdədir. Mən xüsusilə mənim əziz dostum, bizim dəyərli ziyalımız, sizin rektorunuz Elbrus müəllimin xüsusi xidmətlərini qeyd eləmək istəyirəm. Çünki hər yanda olduğu kimi ailə başçısı. Mən burada Elbrus müəllimi ailə başçısı kimi qeyd edirəm ki, doğrudan bu böyük kollektivə, artıq 15 minlik bir böyük bir kollektivə necə bacarıqla, necə müdürlüklə, necə yəni belə bir cavan yaşına baxmayaraq bir ağsaqqal statusu ilə rəhbərlik edir və bu da təbii ki, bizim təhsilimizin, eyni zamanda bu gün biz iştirak etdiyimiz yəni missiya ilə əlaqədar olaraq bizim incəsənətimizin xeyrinə işləyir. Bu müsabiqənin bir də ona görə qeyd edirəm ki, baxmayaraq ki, ayrı-ayrı profillər üzrə tələbələr burada çalışır, ifa edirlər, yəni özlərini ifadə edirlər. Amma bilirsiniz ki, Eurovision'un qaliblərini məhz biz bu müsabiqədən tapıb çıxartmışıq. İndi bu gün Azərbaycan səhnəsində, mədəniyyətində xidmət göstərən neçə istedadlı xalqın tanıdığı, sevdiyi artıq sənətkarlar məhz bu müsabiqənin qalibləri olublar. Mən bir daha Naxçıvan Dövlət Universitetinin bütün kollektivinə, başda Elbrus müəllim olmaqla uğurlar diləyirəm. Necə deyirlər, məşhur bir filmdə olduğu kimi ki, sükanı belə saxlayın. Çünki Ulu Öndər demişkən təhsil millətin gələcəyidir. Ulu Öndər çox şey deyə bilər, deyərdi neft ölkənin gələcəyidir, nə bilim mədəniyyət ölkənin gələcəyidir. Amma dedi təhsil millətin gələcəyidir. Çünki təhsil olmasa heç bir şey yoxdur. Nə iqtisadiyyatı var, nə siyasəti var, nə mədəniyyət, heç nə ola bilməz. Ona görə təhsildən möhkəm yapışmalıyıq. Təhsil bizim həyatımızın, cəmiyyətimizin, siyasətimizin prioriteti olmalıdır və nə yaxşı ki, Naxçıvan Dövlət Universitetində məhz bu yolu seçiblər. Uğurlar, təbriklər. Mən həmişə əlvida demirəm, bir yerdən gedəndə hələlik deyirəm, yeni görüşlərə də deyirəm. Sağ olun.